Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu video dərsdə sizlərə öz şagirdlərimə onlayn şəkildə təqdim etdiyim 9-cu sinif riyaziyyat buraxılış imtahan hazırlıq onlayn sınaq üçün suallarının izahlarını təqdim edəcəyəm. Siz də belə bir onlayn sınağa qoşulmaq istəyirsinizsə 051 982 25 63 WhatsApp nömrəm ilə əlaqə saxlaya bilərsiniz. Onlayn sınaqlar tam pulsuz şəkildədir. Bəs salam, keçək indi sualların izahına. Birinci suala baxırıq. Sual 1. Deyir ki, natural ədədi 12-yə böldükdə qalıqda 6 alınır. Bu ədədi 3-ə böldükdə alınan qalığı tapın. Natural ədədimiz olsun A. Bu 12-yə bölündə qalıqda deyir 6 alınır. Natamam qismət vermirsə özümüzdən 1-i götürə bilərik. Qalıq da olsun 6. Bu ədədi 3-ə böldükdə alınan qalığı tapın. Biz burada A-nı tapmaq üçün, yəni natamam məchul bölünəni tapmaq üçün natamam qisməti vurup bölənə və qalığı üzərinə gəlirik. Yəni A da olacaq 18. Həm bu 18 ədədini 3-ə böldükdə deyir, alınan qalıq tapın. 18-i 3-ə böləndə 6 düşür və qalıq da alınmır. Yəni qalıq 0 olacaq. Bir də cavab Y bəndidir. Belə, yəni çox sadə sual idi. Keçək ikinci sualın izahına. Bir dəqiqə. Sual 2. Bütün rəqəmlər fərqli olan 3 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyinin cəmini tapın. Deməli, rəqəmlər fərqli olan 3 rəqəm ən böyük ədəd 987-dir. Ən kiçik də 102-dir. Bunları toplasaq 9, 8, 10, 1089 edəcək. Yəni cavab olacaq Y variantı. Bu da elə çətin sual deyildi, yəni rahat sual idi. Keçək 3-cü sualın izahına. Sual 3. 1540 ədədinin neçə müxtəlif sadə böləni var? Müxtəlif sadə bölənlərin sayı elə müxtəlif sadə vuruqların sayı qədərdir. Biz 1540 ədədini sadə vuruqlara ayıraq. 2-yə bölünür 770 düşür. 7-yə bölünür 110 düşür. 11-ə bölünür 10 düşür. 5-ə bölünür 2 düşür. 2-2-yə bölünür 1 düşür. Ona 1540 ədədini belə sadə vuruqlara ayırsak 2-dən 2 dənədir. Yəni 2 üstə 2, 7-dən 1 dənədir. 5-dən 1 dənədir, 11-dən 1 dənədir. Deməli, burada neçə müxtəlif sadə bölənmə olacaq? 4 dənə. Müxtəlif sadə vuruqların sayı nə qədərdirsə, müxtəlif sadə bölənlərin sayı da o qədərdir. Cavab olacaq D variantı. Keçək 4-cü sualın izahına. Sual 4-ə baxırıq. Deyir ki, n neçə natural qiymətində n kvadrat çıxılsın 9n üstə gələ 12 bölünsün n. İfadəsi naturaldır. Bu natural olması üçün nə etməliyik? Birinci bunu parçalamalıyıq. Olacaq n kvadrat bölünsün n çıxılsın 9n bölünsün n üstə gələk 12 bölünsün n. O da bərabərdir. N kvadrat n-in bölündə qalacaq bir dənə n. Çıx. Burada ixtisa gedir. Yəni n-lər burada ixtisa gedir, qalır 9. Burada qalacaq 12 bölünsün n. N-in yerinə elə qiymətə yazmalıyıq ki 12-nin tam bölünməlidir. N özü natural qiymət olmalıdır. N neçə natural qiymətini deyir. N burada 12-nin bölənlər olmalı. 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər, 6 ola bilər, bir də 12 ola bilər. Bu qiymətlər almalıdır. Baxaq. Və ifadənin qiyməti də, kəsin qiyməti natural olmalıdır. Natural ədəd olmalıdır. Yoxlayırıq. Burada n-in yerinə 1 qoyursaq, ondan 1 çıxsın 9. Yəni burada da n-in yerinə 1 qoyursunuz da. Burada da n var axı. 1 çıxsın 9 üstə gələ 12 bölünsün 1. Hesablasaq, mənfi 8 üstə gələ 12 edir neçə? Müsbət 4. Naturaldır. 1-i götürürük. Yəni cavab naturaldır. 2-ni qoyub yoxlasaq, 2 çıxılsın 9 üstə gələk 12 bölünsün 2. Mənfi 7 üstə gələk 6. Bu olacaq mənfi 1. Bu natural deyil. 2 getdi. 3-ü qoyub yoxlayaq. 3 çıxılsın 9 üstə gələk 12 bölünsün 3. O da bərabər mənfi 6 üstə gələk 4. Oldu mənfi 2. Bu natural deyil. Getdi. 4-ü qoyub yoxlasaq. 4 çıxsın 9 üstə gələk 12 bölünsün 4. Mənfi 5 üstə gələk 3. O da olacaq mənfi 2. Natural deyil. 6-dan 12 qaldı. Yəni n 6 olarsa gətir yerinə qoyuruq. 6 çıxsın 9 üstə gələk 12 bölünsün 6. Mənfi 3 üstə gələk 2. O da olacaq mənfi 1. Natural deyil. Ona görə n-in 6 qiyməti getdi. N-in 12 versək 12 çıxılsın 9 üstə gələk 12 bölünsün 12. Bu da olacaq 3 üstə gələk 1. Bu da olacaq 4. 4 natural ədəddir. Ona görə n-in 12 qiyməti ödədir. Demək, ödəyənlər hansı oldu? 1, bir də 12.
Bu da deyir ki, n neçə natural qiymətində? Cəmi 2 dənə qiymətində. Yəni bir 1-də ödədi, bir 12-də. Cavab B variantı. Bu da belə bir maraqlı sual idi. Keçək 5-ci sualın izahına. Sual 5. A bölü 2 bərabərdir. B bölü 3 bərabərliyini ödəyən natural ədədlər üçün əbob AB bərabərdir 3 olarsa A üstəgələ B cəmini soruşur bizdən. Bunu tapmalıyıq. Deməli, nə edəcəyik? Bax, olar. Bunu biz belə yaza bilərik. Sürətin nisbəti, məxrəcin nisbətini yaza bilərik. Onda A-nın B-yə nisbəti bərabərdir 2-nin 3-ə nisbəti. Qarşı-qarşıya götürəndə deyirdik ki, transformasiya x olsun ya da k olsun, fərq eləmir. A olacaq 2x, B olacaq 3x. Gətir burada nəzərə alacaq. Əbob A-nın yerinə yazırıq 2x, B-nin yerinə yazırıq 3x. Bərabərdir 3-ə. Əbob nə idi uşaqlar? Orta olan sadə vuruqların hansıdır? Hər ikisinin ortaq vuruq nədir? X. Demək, bunların əbobu x-ə bərabər olacaq. Cavab da 3-dür. X 3-ə bərabərdirsə, bizdən A plus B cəmini istəyir. A üstəgələ B bərabərdir 2x üstəgələ 3x. O da bərabərdir 5x. O da bərabərdir 5 vursun x-in yerinə yazıram 3. O da olacaq 15. Cavab C variantı. Bu da belə bir maraqlı sual idi. İmtihana belə suallar çox düşür. Keçək 6-cı sualın izahına. Bir nömrəli boru hovuzu 8 saat doldurur, 2 nömrəli boru isə 6 saat boşaldır. Borular birlikdə işə düşsə, hovuz neçə saat olar? Biri doldurur, biri boşaldırsa, birinci boru demə hovuzu 1 saat hovuzun yəni 1 saat hansı hissəsini dolduracaq? 8-də 1-ini doldurur. 8-də 1-ini nə edir? Doldurur. Belə çıxır. Ona ikinci boruda bu isə doldurmur, boşaldır. Onda o da ikinci boru hovuzun 1 saata 6-da 1-ini nə edəcək? Boşaldacaq. Boşaldır. Borular birlikdə işə düşərsə hovuz neçə saat olar? Yəni bir də sual qoyuruq ki, birlikdə işləsələr 1 saata hovuzun hansı hissəsini doldurarlar? Deməli, bunlar əks qüvvələr. Biri doldurur, biri boşaldırsa çıxmalıyıq. Orta məxrəc olacaq 24. 24-ü 8-ə bölən 3 qalır. 3-ü 1-ə vuran 3 edir. 24-ü 6-ya bölən 4 düşür. 4-ü 1-ə vuran 4 edir. 3-dən 4 çıxanda qalacaq mənfi. Yəni mənfi olacaq 24-ə 1. Cavab mənfi almışsansa, deməli hovuz dolmayacaq, boş qalacaq. Dolmaz yəni hovuz. Cavab Y bənd. Davam edirik, keçirik 7-ci sualın izahına. Üçbucağın birinci tərəfi 21 cm, ikinci tərəfi birinci tərəfin 3-də 1-i, üçüncü tərəf birincinin 7-də 5-i olarsa perimetrini tapın. İxtiyar bir dənə üçbucaq çəkirik. Adlandıraq. A, B, C. Birinci tərəf bura olsun, birinci tərəf, bura olsun, ikinci tərəf. Bu da olsun, üçüncü tərəf. Birinci tərəf 21 cm. İkinci tərəf birinci tərəfin 3-də 1-idir. Yəni BC tərəfi, yəni BC bərabər 21-in 3-də 1-i. 1, 7, o da olacaq 7. Yəni bura olacaq 7 cm. Sonra AC tərəfi isə, üçüncü tərəf isə birincinin 7-də 5-idir. Yəni 21-in 7-də 5-i. Ədədin hissəsini tapandan hissə göstərən kəsə vururuq. 1, 3. Bu da olacaq 15. Bu da olacaq 15 cm. Üçbucağın perimetrini istəyirəm. Üçbucaq ABC bərabərdir 21 üstəgələ 7 üstəgələ 15. Deməli 21 üstə 7 gələndə edir 28, 28 üstə 25 gələndə edəcək 28-in üstə 15 gələndə edəcək neçə? 43. Bir dəqiqə. 43 cm. 7 cavab B variantı yəni. Keçək 8-ci sualın izahına. Görək 8-də bizə nə deyirlər. 8-ci sual sadə bir hesablamadır. Elə buradan bərabər qoyub hesablayaq. Mürtəzanın içini hesablamalıyıq. Qarşı ədəddən qarşı ədədin çıxılmasıdır. Biz bilirik qarşı ədəddən qarşı ədədə çıxan tamısı çıxılır, keçindən keçirsə. 31-dən 33 çıxsa qalacaq mənfi 2. Plus müsbət yazmalıyıq. Çünki tam və keçsə arasında toplama şərsi var. Sonra keçsələr 1 çıxırıq. 35-də 12-dən çıxırıq, 14-də 1-i.
Mürtəzəni bağlayaq, bölək, bir də yazırıq 1,74. Bunu çevirək, düzgün olmayan kəsir olacaq. 7-də 11 bərabərdir. Mənfi 2 üstə gələk. Bu da 35 ilə 14 orta məxrəc 70 olacaq. Yəni 70-də 70-i 35-i böləndə 2 qalır. 2-ni 12-yə vuranda edir 24. Çıx bu da olacaq 70-də. 70-i 14-ə böləndə 5 edir. 5-i də 1-ə vuranda edir 5. Bölünsün 7-də 11 bərabərdir. Mənfi 2 üstə gələk. Burada 70-də 24-də 70-də 5 çıxanda bunların cavabı olacaq 70-də 19. Bölək yenə yazıram 7-də 11, o da bərabərdir. Bu məxrəcini 1 yazsaq, orta məxrəc 70 olacaq. 70-i 1-ə bölən 70 düşür. 70-də mənfi 2 vuran edir mənfi 140. Üstə gələk, bu da olacaq 70-də 19. Bölünsün 7-də 11. O da bərabərdir 70-də olacaq. Mənfi 140-ın son 9 gələndə böyükdən kiçik böyük şəxs yazılır. 140-dan 19 çıxanda qalacaq mənfi, deməm 1, 3, 2, 1, 121. Bu da kəsir böləndə bu tərsinə çevirib vurulur da. Birinci kəsir olduğu kimi qalır, ikinci tərsinə çevirib vurulur. Olur 11-də 7. Burada ixtisar aparırsınız 7-yə 1, qalır bir də 10. Bunların ikisində 11 ixtisar aparsaq, bu da 1 qalacaq, bu da qalacaq 11. Amma mənfi unutmursunuz, mənfi 11 qalacaq. Yəni mənfinin verin kəsin qabağına. Yuxarıda qaldı 11, aşağıda qaldı 10. Bu da olacaq mənfi 1 tam, yəni 11 10-a böləndə mənfi 1,1 düşəcək. Yəni cavab olacaq D variantı. Bu da 8-ci sualın izahı. Keçək 9-cu sualın izahına. Görək 9-a nə deyir? 9 aşağıdadır. Deməli deyir ki, uşaqlar 21-də 13 kəsirin sürət və məxrəcinə hansı ədədi əlavə etmək lazımdır ki, 2-də 1 alınsın? Deməli 21, 13, bilmirik, sürət və məxrəcinə hansı ədədi əlavə etməliyik? Olsun x bərabərdir, nəticə 2-də 1 alınsın. Bu da tənansüb oldu. Çarpaz vurursunuz. 2 vurulsun 10 üstə gələ 2x bərabərdir. 1-i nəyə vursun öz alında? Yəni 21 üstə gələ x edir. Bunu vurub atsaq 26 üstə gələk 2x bərabərdir 21 üstə gələk 2x 2x x'lər sol tərəfə x çıxaq x olur, o da bərabər 21 çıx 26 2x-dən x sana qalacaq 2x 21-dən 26 sana qalacaq -5. Demək kəsrin sürət məxrəcindən -5-i əlavə etmək lazımmış. 9-da cavab Y bəndi, amma burada D göstərirlər. Ya biz səhv yazmışıq, ya sual səhvdir. Baxaq. Bir dəqiqə. Yəni doğru cavab burada Y bəndi olmalıdır. Eyb yox, düzəliş eləyərik. Keçək 10-cu sualın izahına. Sual ona baxırıq. Onda deyir ki, uşaqlar, A ədədi B ədədinin 3-də 2 hissəsi, B ədədi C ədədinin 5-də 3 hissəsi olarsa, A ədədi C ədədinin hansı hissəsidir? Deyir ki, A B-nin 3-də 2 hissəsidir. Biz bilirik ki, bir ədəd digər ədədin hansı hissəsi olduğunu tapmaq üçün birinci yerdə yazılan ədədi, ikinci yerdə yazılan ədədi bölməliyik. Yəni A B-nin hansı hissəsi olduğunu tapanda nə edirik? A-nı bölürük B-yə. Nəticəsini verib nə? 3-də 2. Belə yazırıq 3-də 2. Sonra deyir ki, B də C-nin 5-də 3 hissəsidir. Yəni B-ni C-yə bölsək, nəticə olacaq 5-də 3. Sonra soruşur ki, A ədədi C-dən hansı hissəsidir? Yəni biz A-nı C-yə bölməliyik. Bunu tapmalıyıq. Belə şey olur. Baxırıq, görürük ki, hər ikisində, bax, burada da B var, burada da B var. Hər ikisinin B-nin qarşısındakı ədəd 3-dür. Burada da 3 var, burada da 3 var. B-də əgər proses varsa, yəni hər ikisində eyni qiymət alırsa B, onda bunların mütənasib əmsalları eynidir. Yəni birinci nisbət üçün mütənasib əmsalını x götürə bilərik, ikinci nisbət üçün mütənasib əmsalını x götürə bilərik. Yəni onda belə olacaq. Yəni burada olacaq A bərabərdir 2x, B bərabər olacaq 3x. Eyni proses burada da olacaq. B bərabər 3x, C bərabərdir 5x. Əgər eyni olmasaydı, eyniləşdirib sonra yazardıq. Ha. Yəni burada eyni olduğu üçün birbaşa yazdıq elə. Deməli, A-nın yerinə yazacaq 2x, C-nin yerinə yazacaq 5x. Bu da ixtisar gedəcək. X-lər ixtisar gedəcək, x-lər. Qalacaq 5-də 2. Cavab olacaq D variantı. Onda cavab D. Yəni bu çox sadə sual idi. Görünüşsə biraz qorxulu görsənir. Amma olduqca rahat sual uşaqlar. Davam edirik, keçək 11-ə. 11 hesablamadır, görək nə deyir. Mörtəzə daxilində, bu kvadrat mörtəzə qorxmayın ha, yəni o adi bir mörtəzədir. 0,4-2 üstə ilə 0,4 üstə ilə 0,4 vurulsun x bərabər y-dir. Bir də bu ifadənin qiymətini soruşur bizdən. Birinci bu mörtəzəni sadələşdirək. Saf dövr alın kəsir çevirir adi kəsirə. Bu olacaq 9-da 2. Üstə girək, bu olacaq 9-da 3.
Bu da olacaq 9'da 4. Vur x bərabərdir y-ə. Bunlar toplayan olacaq 9'da, demək 5, 9'da 9 vurursun x bərabər y. Yəni 9'da 9'a bölən 1 düşür, yəni x bərabər olur y-ə. X y-ə bərabərdir və y x-ə bərabər. Fərqi nədir ki? Burada gətirib yerinə qoyacaq, bərabərdir. X qalsın, y-in yerinə yazacaq x elə. Olacaq 3x, üstə gələk x. Yuxarıda alınacaq 4x bölünsün x, o da bərabərdir 4 alınacaq. Cavab Y variantı. 11'də cavab nə? Y. Keçək 12'yə. Deyə ədəd 3 dəfə artmışdır. Ədəd neçə faiz artmışdır? Ədədimiz olsun x. Ədəd x olsun. Sonraki ədəd olacaq 3 dəfə artansa olacaq 3x. Ədədin neçə faiz artdığını tapmaq üçün kəmiyyətlərin dəyişməsinin faizi ifadə düsturu var. Sonraki qiymətdən çıxırdıq əvvəlki qiyməti, bölürdük əvvəlki qiymətə, vururduq 100%-ə. Bərabərdir. Sonraki qiymətimiz 3x-dir, əvvəlki qiymətimiz x-dir, bölürük əvvəlki qiyməti x-ə, vururuq 100%-ə. Bu da bərabərdir. 3x-dən x çıxana qalacaq 2x bölünsün, x vurulsun 100%. Burada x-lər x-ə gedəcək, 2-ni 100%-ə vuran olacaq 200%. Demək, ədəd neçə faiz artmışdır? 200% artmışdır. Əgər bu yol xoşunuza gəlmirsə, onu ilkin ədədi, yəni əvvəlki ədədi 100% götürün. Onun üçün nəticədən bizdən faizini istəyirlər, düzdürmü? Ədədimiz olsun 100%. Sonra olacaq 3 dəfə artandan sonra 100'ü 3 dəfə artırsaq olacaq 300%. Neçə faiz artmışdır? Heç də 300%-dən çıxırsınız. 100%-i bu da bərabər olacaq 200%. Yəni 200% artmış olacaq. Yəni yenə cavab C bəndə olur. Hansı üsul xoşunuza gəlirsə, o üsullarda davam edin gözəl insanlar. Keçək 13-cü suala. Burada deyir ki, tənasübün kənar hədləri 12, orta hədlərinin biri isə 9'dur. O biri orta hədi tapın. Tənasübün ümumi şəkli belədir. A bölək B bərabərdir, C bölək D. Burada biz bilirik ki, A ilə D-yə deyilər kənar hədlər. B ilə C deyilər nə? Orta hədlər. Tənasübün kənar hədlər 12'dir. Yəni A-nın yerinə 12 yazacaqsınız, D-nin yerinə 12 yazacaqsınız. Orta hədlərinin biri isə 9'dur. Tutaq ki, burada 9'dur. Burada yazaq B. Deyir, o bir orta hədd tapın. Tənasübün əsas xassəsi nətərdir? Kənar hədlərin hasili biz bilirik ki, orta hədlərin hasilinə nədir? Bərabərdir. Yəni burada 9'un B-nin hasili bərabərdir. 12 vurulsun 12'yə. Ona B də bərabərdir. 12'ye vuran 144 edir. 144 bölürük 9'a. Bir dəfə, deməli 5, 54, 6, 16. B olacaq 16, yəni cavab olacaq B variantı. 13'də cavab B. Bu da belə bir maraqlı sual idi. Keçək növbəti suala. 14-cü suala baxırıq. 14'də deyir ki, 6 fəhlə bir işi 12 günə görərsə, həmin işi 9 fəhlə neçə günə görər? 6 fəhlə uşaqlar bir işi 12 günə görür. Həmin işi 9 fəhlə neçə günə görər? Bilmirəm, yazıram x günə. Biz burada asılılıq təyin edirik. Görək bu düzdür, yoxsa tərs. Burada fəhlələrin sayı nədir? 6'dan 9'a neyini artıb. Fəhlələrin sayı artırsa, burada iş sabitdir. Eyni işdən gedir söhbət. Fəhlələrin sayı artıbsa, deməli həmin işi görülməsindən sərf olan vaxt nə edəcək? Azalacaq. Çünki işçi qüvvə artı vaxtı daha tez işləyəcəklər. Yəni burada gün azalacaq. Biri artır, biri azalırsa deməli necə asılıdırlar? Tərs asılıq var burada. Tərs asılı olanda qarşı-qarşıya vurub həll edirsiniz. 9 vursa x bərabərdir, 6 vursa 12'yə. Yəni 9 vursa x bərabərdir 72. 72'ni 9'a bölsək olacaq 8 gün. Yəni 8 günə neyinərlər görmüş olarlar. Yəni cavab olacaq D variantı. Belə. Keçək növbəti 15-ci sualın izahına. Televizyon qiyməti 144.000 manatdan 108.000 manata endirildi. Onun qiyməti neçə faiz uzunlaşdırıldı? Bu əvvəlki qiymət imiş, bu da sonraki qiymət imiş. Bayaq bu düsturu yazmışdım. Bir qiymətin neçə faiz artdığını və ya azaldığını tapmaq üçün sonraki qiymətdən çıxırıq əvvəlki qiyməti, bölürük əvvəlki qiymətə, vururuq 100%-ə. Burada 144.000 deyirik. 1000'lə qoyuram qırağa. Ya da qoymaya bilərsən. 144.000'dən yox, sonraki qiymətimiz deyil axı. Sonraki qiymətimiz 108.000. 108.000'dən çıxırıq 144.000'i, bölürük əvvəlki qiymətə, yəni 144.000'ə, vururuq 100%-ə.
bərabərdir. Burada mənfi alınacaq təbii ki. Yuxarıda 0, 0, 0, 6, 3. Mənfi 36.000 bölünsün 144.000 vurulsun 100%. Burada 0'a iqtisə gedir. 36'dan 144 iqtisə gedir. 1, 4. 4'dən 100 iqtisə gedir. Qal 1, 25. Qabat mənfi var. Olacaq mənfi 25%. Mənfi alınırsa deməli 25% neyinib? Malın qiyməti azalıb. Vəssalam. Yəni cavab olacaq A bəndi. Belə. İnşallah ki cavabı başa düşdünüz. Davam edirik, keçək 16-cı suala. 16-cı sual dairəvi diaqramda uşaqlar. Deyir ki, diaqramda A çıxsın B 20-dir. Olarsa A plus B cəmi tapın. Tam burada faiz 100% biz bilirik. Deməli, biz bunların hamısını tapa bilərik. A faiz, B faiz, 2B faiz, bu da 20%. Bunların hamısının cəmi 100%-ə bərabərdir. Bilirsiniz də. Yəni, A faiz üstə gələk, B faiz üstə gələk, 2B faiz üstə gələk 20%. 20% bərabər 100%-ə. Onda A faiz üstə gələk, B faiz. Bu B faizdən 2B faizi toplaya bilərsən. Bunu toplayanda olacaq 3B faiz. 100%-dən 20% belə çıxsaq, qalacaq 80%. Faizlərdən canımızı tutarmaq üçün biz bilirik ki, faizi ədədə çevirmək üçün nə etməliyik? Ümumi nəticəni hər ədədi, yəni faiz üçün ədədə 100% bölməliyik. Ona görə burada hər birinin 100%-ə nə edəcəyik? Böləcəyik. Yəni 100%-ə bölək yazıram. Yəni burada yazıram, yəni A faiz bölünsün 100%. Üstə gələk 3B faiz bölünsün 100%. Bərabər 80% bölünsün 100%. Burada faizə iqtisə gedir. 100'ü A'ya böləndə. Elə bu %A yazaq bura. %A. Üstə gəlir. Burada faizə iqtisə gedir. Qalır %3B. Bu da bərabərdir. Elə yüzdə yazaq 80. Demək bu olacaq %A plus 3B bərabər olacaq %80. Burada yüzləri iqtisa aparsaq hər iki tərəfdən. Qalacaq A plus 3B bərabər 80. Bir də A sizin B-ni 20 vermişlər. Gətir bunu altına yazsam. Bu da olacaq sistem tənlik. Altıda toplasaq. Altıda toplaya bilməli. Bizdən A plus B cəmi istəyir, eləmi? Gəl belə, altıda toplamamışdan qabaq. Gəlin, burada ikinci tənliyi vurur. Tərəf-tərəfə çıxa da bilərik əslində. Gəl tərəf-tərəfə çıxalım. Burada çıxma şərsi qoyuram. A-dan A çıxında 0 qalacaq. 3B-dən çıxıram. Bu da ki, mənfi B-nin. B-nin qalan mənfi var axı. 80, 20 çıxında 60 qalır. Burada mənfidə toqquşub olacaq müsbət. 3B plus B bərabər olacaq 60. 4B bərabər 60 olacaq. B də bərabər olacaq 15-ə. B 15-dirsə, rahatca bu ikinci tənlikdə A-nı tapa bilərəm. A-nın yerinə A çıxılsın, B-nin yerinə yazıram 15 bərabərdir 20. A da bərabər olacaq 35-ə. Bizdən A plus B cəmini istəyirdi, gördüyünüz kimi. Onu A plus B bərabərdir. 35 üstəkilə 15, o da olacaq 50. Cavab 50 olacaq, yəni A bəndi. Bu 16-cı sual idi. 16-cı sualın cavabı A. Belə uşaqlar, inşallah ki, izahı aydın şəkildə başa düşə bildiniz. Keçək 17-yə. Şəkildəki sütunlu diaqramda Lənkəranda illər üzrə istehsal olmuş çay miqdarı göstərilmişdir. Verilənlərə görə 4 ildə ortalama neçə ton çay istehsal olunub. Yəni biz burada ədədi ortanı tapmalıyıq. Biz görürük ki, 2004-cü ildə bax, burada yazaq. 2004-cü ildə neçə ton çay istehsal olunub? 40 ton. Sonra 2005-ci ildə 50 ton göstərir. 2006-cı ildə yenə 40 ton istehsal olunub. 2007-ci ildə istehsal olunub 70 ton. Deməli, bunların ədəd ortasını tapmalıyıq. Ortalama deyir axı.
Onu buraya yazacaq. O, yəni ədəd orta bərabər. Bunlar toplayıb sayını böləcək. 40 üstə gələk 50 üstə gələk 40 üstə gələk 70 bölürük. Neçə il var? 1, 2, 3, 4, 4 dənə. Bölürük 4-ə saya bərabərdir. Deməli 90, 130, 200. 200 bölünsün 4 olacaq neçə? 50. A bəndə olacaq. Bu da belə bir maraqlı sual idi. Keçək 18-ə. Modulda 5 çıxısın kökdə 26 çıx modulda kökdə 26 çıx 4. Modulu sadələşdirin deyir. Biz bilirik ki, modul altı ifadənin müsbət və mənfi olduğunu bilməliyik ki, moduldan modul altı ifadəni azad edə bilək. 5-i kökdən ifadə edəcək, olacaq kökdə 25. Kökdə 25-dən kökdə 26 çıxanın mənfi olacaq. Burada 4-ü kökün altına salsaq, bu da olacaq kökdə 16. Kökdə 26-dan kökdə 16 çıxanın müsbət olacaq. Biz bilirik ki, mənfi ədəd modulu əksinə bərabərdir. Yəni olacaq kökdə 26 çıxılsın 5. Çıx müsbət ədəd modulu özünə bərabərdir. Amma qabaqda mənfi gəldiyi üçün mötərizə açacağam. Yəni müsbət ədəd modulu olduğu kimi açılır. Bərabərdir. Yəni birincini olduğu kimi saxlayırıq. Kökdə 26 çıxsın 5. Bunu mənfi vurub açırıq. Mənfi kökdə 26 üstə gələk 4 olacaq. Bunlar ıslaq gedir. Qalı yerdə mənfi 5 üstə gələk 4. Bu olacaq mənfi 1. Yəni cavab olacaq D variantı. Bu da 18. Keçək 19-cu sualın izahına. 19-u deyir ki, 256 vurulsun 510 ədədi neçə rəqəmdir? Uşaqlar, biz 256-ın 2-nin qüvvət şəklinə yaza bilərik. Deməli, 200 5 32-dir, 206 64-dir, 207 128-dir, 208 256 eləyir. 5 10-da olduğu kimi qalsın. 5 10 ya da olduğu kimi qalmasın. Ya da qalsın, sonra dəyişərik. Bax, burada 2-nin qüvvəti 8-dir. Gəlin eləyək ki, 5-in qüvvətini 8 alınsın. 5 10-u belə yaza bilərik. Bax, 5 8 vurulsun 5 2. Biz bilirik ki, əsaslar eyni olan qüvvətə vuran üstə toplanır da. Yenə bunlar vursa 5 10 eləyər. Biz burada nə edəcəyik? Bax, görürük ki, bunlar belə qruplaşdırırsa, bunların qüvvət ikisi 8-ə bərabərdir axı. O zaman bunları bir qüvvət altına vura bilərik. Yəni belə olacaq. Bax, 2 vurulsun 5 8. Vurulsun 5 2. 2-ni 5-ə vuran 10 edir. Yəni 18 vurulsun 5-in qıvatı 25 edir. Yəni bu nə deməkdir? 25 vurulsun 18. Yəni burada rəqəmlərin sayını istəyir. Burada 18 odur ki, yəni burada sıfırların sayısı 8 olacaq. 2 dənə rəqəm buradadır. Burada 25-ə 1-ə vuran 25 edir. Bir nəzərə almırsınız burada. Sıfırların sayı da 8 dənədir. Cəmin istəyən rəqəm var. 2 plus 8 da olacaq 10 dənə. 10 rəqəm olacaq. Yəni cavab Y bəndi. Belə. Məsəl üçün 25 vurulsun 12 olsaydı neçə rəqəm olacaqdı? 2 burada, 2 burada 4 dənə rəqəm olacaqdı. Yəni 2 plus 2 4 olardı. Həqiqətən də 25 vurulsun 10 qıvat 100 deməkdir. Bu olacaqdı 2500. Gördüyünüz kimi həqiqətən 4 rəqəm olur. Yəni ona xas olaraq biz də bu çalışmanı həll elədik. Keçək 20-ci suala. Çoxlu sualdır. A çoxlu, B çoxlu, A çoxludur. B də C-nin A çoxludur. N A 7-dir. Yəni A çoxlu elementlər sayı 7-dir. N B 12-dir. N C 14 olarsa N A kəsişmə B üstə gələk, N A kəsişmə C üstə gələk, N A birləşmə B üstə gələk, N A birləşmə C-ni tapın. Burada bir-birinin ad çoxlu olan 3 dənə çoxluq var. Belə. Belə. Bax, bir də belə. Bax, bu A çoxludur, bu B çoxludur, bu C çoxludur. Bunlar bir-birinin ad çoxludur. Burada yazır N A bərabər 7. Burada N ifadə edir, çünki bu saydan istifadə etməliyik. Yəni A çoxlu elementlər sayı 7 dənədir. A-nın dairəsində yazır 7. B çoxlu elementlər sayı 12 dənədir. A da B-nin içərisində daxı 12-dən 7-yə çıxanısı qalır. 5. Bu halqaya, boşluğa 5 yazsaq, yenə 7-nin 5-in cəmi 12 verəcək. Yəni B çoxlu elementlər olacaq. Çünki B-nin içindədir. C çoxlu 14-dür. C bütöv 14-sə, artıq 12 var. 14-dən 12 çıxanda necə qalacaq? 2. Boş halqaya 2 yazsaq, ümumi C çoxlu elementlər sayı olacaq 14 dənə. Birinci yazıb ki, başlayalım. Birinci yazıb nə? N, A kəsişmə B. Bunu tapmalıyıq. A ilə B-nin kəsişməsi, burada görürsünüz ki, A ilə B-nin kəsişməsi elə A-nın özünə bərabər olacaq. Yəni ortaq elementlər A-nı verəcək, N A-nı verəcək.
A-nın elementləri nə qədər? 7 dənə. Deməli, birincinin cavabı oldu 7. Yəni sual belədir da, n A kəsişmə B üstə gələk n A kəsişmə C üstə gələk n A birləşmə B üstə gələk n A birləşmə C. Birinci cavabı 7 oldu. Üstə gələk. A-nın C-nin kəsişməsi. N A kəsişməsi. Elə buradan diaqramı görünür. A çoxlu ilə C çoxlunun kəsişməsi A C-nin daxilində daxı. Elə A-nın özünə bərabər olacaq. Çünki onların ortaq elementləri kəsişmə nədir? Ortaq elementlər. Ortaq elementlər elə A-nın özü olacaq. Çünki A ilə C-nin içərisindədir. Yəni kiçiyi götürəcəyik. Yəni bir-birinin ad çoxluğudursa əgər bir-birinin ad çoxluğunda nəyə bənzəyir demişdim? Bir-birindən tam bölünən ədədlərə. Bir-birindən tam bölünən ədədlərin kəsişmədə əbobu xatırlar. Bir-birindən tam bölünən ədədlərin əbobu nəyə bərabərdir? Kiçiyinə bərabərdir. Burada da kiçiyinə bərabər olur da. Yəni 7-yə bərabər olacaq. Kəsişmə əbobdur. Birləşmə əkobdur. Yadda qalsın. Bax sonra burada birləşmə deyilir. Bu birləşmə də uşaqlar. Birləşmədə nəyə xatırladır? Əbobu xatırladır. Bu əbobu xatırladır. Bax, bir-birinə tam bölünən ədədlərin əbobu nəyə bərabər edir? Böyüyünə. Burada B çoxlunun elementlər sayı gördüyünüz kimi 12-dir. A çoxlunun elementlər sayı 7-dir. Yəni böyüyünə bərabər olacaq. Yəni MB-yə bərabər olacaq. Yəni 7 olacaq. 7 deyirəm, özür istəyirəm, 12 olacaq. Yəni bura olacaq 12. Yaxşımı? Plus. Sonra A-nın C birləşməsi. N A birləşmə C. Yenə bu əbobu xatırladır. Çünki bunlar bir-birinə tam əbob demək əkobu. Bu əkobdur uşaqlar, bağışlayın. Bu da əkobdur. Bunlar isə kəsişmə isə əbobdur. Bax, bunlar da əbobdur. Bunlar əbobdur, amma birləşmə əkobdur. Bir-birinə tam bölünən ədədlərin əkobu nəyə bərabər idi? Böyüyünə. Böyük bu da C çoxlu elementlər sayı çoxdaq 14-dür. Yəni A-nın elementləri isə 7-dir. Yəni böyüyünə bərabər olacaq. N C-yə bərabər olacaq. O da olacaq neçə? 14-ə. Vəssalam, burada 14 yazırsınız. Başlayırsınız hesablama. Bu nəticəsini aşağıdan yazaq. 7, 7, 14. Ya buradan yazmaları nəticəni. 7-nin üstü 7 yəni 14, 28. 28-in üstü 12 gələndə gedəcək 40. 40 dənə olacaq. Yəni cavab Y bəndə olacaq. Belə. Yenə deyirəm, bir-birinin ad çoxluqsa əgər çoxluqlar. Onda bu N A kəsişmə B əbobu xatırladır. Bu əbobu ifadə edir. N A birləşmə B isə əkobu xatırladır. Cavab 40. Davam edirik. Keçək 21-ci suala. Deyir ki, qonşu bucaqların cəmi onların fərqindən 5 dəfə böyükdür. Kiçik bucağı tapın. Qonşu bucaqları tanımalısınız. Qonşu bucaqlar nə deyilir? Bir tərəf ortaq, digər tərəflər əks şüalar əmələ gətirən bucaqlara qonşu bucaqlar deyilir. Buraya yazaq X, buraya yazaq Y. Deyir, bu qonşu bucaqların cəmi onların fərqindən 5 dəfə böyükdür. Qonşu bucaqların cəmi, yəni Y plus 2 onların fərqindən 5 dəfə böyükdür. Yəni 5 vurulsun, Y çıxsın X-ə bərabərdir. Cəm fərqdən 5 dəfə böyükdür. Kiçik bucağı tapın. Kiçik bucaq da X. Burada şəkildə kiçik bucaq X tapmalıyıq. Biz də bilir ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. O zaman bura 180 dərəcə yaza bilərsən. Yəni yerin dəyişsək 5 vurulsun, Y çıxsın X bərabərdir 180 dərəcəyə. Y çıxsın X bərabər 180, 5-ə böləndə düşəcək 36 dərəcə. Dərəcəm relası səliqəsiz yazdım. 36 dərəcə. Bizim bir tənliyim, amma biz hələ X tapmamışıq axı. Tənliyimizin biri də budur. Gətir bunun altına yazsaq bu tənliyi, həmin bu tənliyi buradan. Y plus X bərabər olacaq 180 dərəcəyə. Altıda toplasaq sistem tənliyikdir. X-də istak edəcək olacaq 2Y bərabərdir 216 dərəcəyə. Yoxsa 216 dərəcədir. Y-də bərabər 216-ın 2-yə böləndə düşəcək 108 dərəcə. Y 108 dərəcə tapandan sonra gətirib burada tənlik yerinə qoysaq 108 dərəcə üstə ilə X bərabərdir 180 dərəcə.
X-ə bərabərdir 180 dərəcə çıxılsın 108 dərəcə. X-ə bərabər olacaq 72 dərəcə. Burada şərtdədir ki, kiçik bucağın böyük bucağın nisbətini tapın. Kiçik bucaq olduğu 72 dərəcə, böyük bucaq olduğu 108 dərəcə. Bunların nisbətini istəyir. İxtisar aparırıq. 36 ixtisar gedəndə bu da qalacaq 2, bu da qalacaq 3. Yəni ikisini 36-ya böldüm. Oldu 3-də 2. Cavab olacaq C bəndi. 21-ci sualın cavabı C uşaqlar. Amma mən nə yazmışam? Y. C olmalıdır. Heç nə. Düzəliş eləyərik. Davam edirik. Keçək növbəti suala. Sual 22. Deyək, bucaqlarından biri 45 dərəcə olan düz bucağı uçubsan katil 3 cm olarsa böyük tərəfi tapın. Bir dənə düz bucağı uçubsa çəkək. Belə. Adlandıraq. A, C, B. Bir bucağı bura 45 dərəcədirsə, deməli bura 45 dərəcədir. Yəni bu bərabər yanlı düz bucağı uçubsaqdır. Yəni katillə bərabərdir. Katildə 3 cm verilir. Bura 3-dürsə, deməli bura 3-dür. Böyük tərəf soruşur. Böyük tərəf burada hipotenuzdur. Biz də bilirik ki, bərabər yanlı düz bucağı uçubsaqda hipotenuz katilin birinin uzunluğundan kötə 2 dəfə böyükdür. Yəni olacaq 3 kötə 2. Cavab A bəndi. Yəni bu şifahi sualdır əslində. 22-də A. Keçək 23-cü suala. Sual 23. Deyir ki, bərabər yanlı üçbucağın yan tərəfindən paralel olan orta xətt 4 cm-dir. Üçbucağın perimetri 22 cm olarsa, oturacağını tapın. Bir dənə bərabər yanlı üçbucaq çəkək. Bərabər yanlı üçbucaq nə deyilir? Yalnız iki tərəf bərabər olan üçbucağa bərabər yanlı üçbucaq deyilir. Adlandıraq. A, B, C. Burada AB tərəfi uşaqlar. BC tərəfinə nə deyir? Bərabərdir. Burada deyir, bərabər yanlı üçbucağın yan tərəfindən paralel olan orta xətt 4 cm-dir. Bir dənə orta xətt çəkirik. Yan tərəfindən paralel olan orta xətt. Bax belə. Orta xətti biz bilirik ki, adətən M və N işarə olunur və orta xətt tərəflər yarı bölür. M AC-ni yarı bölür. 2 xətt, 2 xətt. N də BC-ni yarı bölür. 3 xətt, 3 xətt. Bu orta xətt 4 cm-dir. Bura 4 isə biz də bilirik ki, orta xətt qarşısında duran tərəfin yarısına bərabərdir. Onun AB olacaq 8. Onun burada 8 olacaq. Bizə deyir ki, üçbucağın perimetri 22-dir. Buranın uzunluğunu bilmirəm. Yazıram. Tutaq ki, X. Oturacağı tapın. Yəni, X istəyir bizdən. Onda 3 tərəfin cəmi bərabər olmalı 22-yə. Yəni, 16 üstə gələ X bərabər 22. X-ə bərabər 22-dən 16 çıxana qalacaq 6. X 6 oldu. Yəni, oturacağın uzunluğunu tapdıq 6 cm. Cavab olacaq C bəndi. 23-də cavab C. Davam edirik. Keçək 24-cü sualın izahına. Sual 24-ü ayrıca çəkim şəklinin. Belə bir ixtiyar üçbucaq çəkilir bir də. Buradan bir tənbələn çəkiblər. Oxuyaq. A, B, C, K. Bura 50 dərəcədir. Bura 20 dərəcədir. Bu da tənbələndir. Çıxır bucağı yer bölür. Deyir şəkildə bucağı 20 dərəcə, bucaq C 50 dərəcə, BK tənbələndir. Bucaq AKB-ni tapın. AKB bucağı buradır, uşaqlar. Bu bucağı istəyir bizdən. Yazıram X. Biz bilirik ki, bütöv üçbucağın daxil bucaqların cəmi 180 dərəcədir. Yəni, bura 20 dərəcədir, bura 50 dərəcədir. B bucağını tapmalıyıq. Bucaq B üstə gələk 20 dərəcə, üstə gələk 50 dərəcə. Bərabərdir 180 dərəcəyə. Bucaq B bərabərdir. 180 dərəcə çıxılsın 70 dərəcə. Bucaq B bərabərdir 110 dərəcə. Bu B bucağı bütöv 110 dərəcəyə bərabərdirsə, o da 2 hissəyə bölünür. 2 bərabər hissəyə. 110 2-yə böləndə hər bir bucağın dərəcədə ölçüsü olacaq 55 dərəcə. Oldu mu? Və burada da bir dənə üçbucaq alındı. Bax, bu AKB üçbucağını görürsünüzmü? AKB üçbucağın daxil bucaqların cəmi 180 dərəcədir. Yəni 20 dərəcə üstə gələk 55 dərəcə, üstə gələk X bərabərdir 180 dərəcəyə. Yəni X bərabər olacaq 180 dərəcə çıxılsın 75 dərəcə. X bərabər olacaq 105 dərəcəyə. Və yaxud da belə eləyə bilərdik. Bu üçbucaqda da
X bu üçbucağın xarici bucağı olur. Üçbucağın bir xarici bucağı ona qonşu olan daxil bucaqların cəminə bərabərdir. Yəni bunların cəmi olacaqdır. 55 dərəcə üstə ilə 50 dərəcə. Onlar x-ə bərabər olacaqdır 105 dərəcəyə. Yəni yekun nəticə olaraq bucaq AKB oldu 105 dərəcə. Yəni cavab B variantı. Belə. Davam edirik. Keçək 25-ci sualın izahına. Sual 25. Burada şəkil qəşəkdir, problem yoxdur. AB BC perpendikulardır. AB DC bərabərdir. AB DC bərabər 9 9 olduğunu görürük. A-da 3 kökdə 10-dur. AC bərabər x soruşur. Deməli, bu balaca düzbucaq üçbucaqda BD bir y yazsaq, balaca düzbucaq üçbucaqda Pifagor teoremi tətbiq edə bilərik. Biz bilirik ki, katetlərin kvadratlar cəmi bərabərdir hipotenuzun kvadratına. 81 üstə gələ y kvadratı bərabər 9 vurulsun, kökdə 10 kvadrat edir 10. Y kvadrat bərabərdir 90 çıxılsın 81. Y kvadrat bərabərdir 9, y də bərabərdir 3. Deməli, buranın uzunluğu 3 olarsa, onun BC-nin uzunluğu bütöv 3-dən 9-un cəmi olacaq 12. Bütöv düzbucaq üçbucaqda da Pifagor teoremi tətbiq edirik. Katetin biri 12-dir, bir katet 9-dur, hipotenuz da x-dir. Yəni hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratları cəminə. Bu da olacaq x kvadrat bərabərdir 81 üstə gələk 144. Bu da olacaq 225. X-də bərabər olacaq 15. Deməli, AC-nin uzunluğu yəni 15 olacaq. Yəni 15 cm, yəni cavab B variantı olacaq. Belə şey olar. Bununla da biz bu onlayn sınav üçün sonuna gəlib çatdıq. İnşallah ki, izahlar aydın oldu və siz bu izahlar başa düşdünüz. Başa düşmüsünüzsə, bəyənmişsinizsə, kanala abunə deyilsinizsə, kanala abunə olmağı, videomu bəyənməyi, videomu paylaşmağı unutmazsınız. Sağ olun, Allah'a emanet olun.